Salam, əziz izləyicilər. Bugünkü dərsimizdə biz tabesi mürəkkəb cümlələrdə qarşılaşdırma və bölüşdürmə əlaqələri haqqında danışacağıq. Əvvəlcə qarşılaşdırma əlaqəsi haqqında. Qarşılaşdırma əlaqəli cümlələr necə qurulur? Belə cümlələrdə adətən ikinci cümlədəki fikir birinci cümlə ilə ya ziddiyyət təşkil edir, ya da müqayisə olunur. Uşaqlar ümumiyyətlə qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlələrdə o qədər də çətinlik çəkmirlər. Bu cümlələr bağlayıcılı da olur, bağlayıcısız da. Bağlayıcılı olanlar orada amma, ancaq, lakin, fəqət, İsa bağlayıcıları işlənir. Əgər bu bağlayıcılar işlənirsə, deməli bu qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Atam məni də ona aparmaq istədi, amma anam razılıq vermədi. İkinci cümlə birinci cümləyə qarşı onunla ziddiyyət təşkil edir. Sən çox bacarırsan, qardaşın isə tənbəldir. Adətən belə cümlələrdə çox zaman antonim sözlərdən istifadə edilir. Fikirlər qarşı-qarşıya qoyulur. Müxtəlif cümlə üzrləri qarşılaşdıra bilər, müftədə qarşılaşdıra bilər, tamamlıq qarşılaşdıra bilər, təyin, zərfi və s. Qara buludlar səmanı bürüdü, lakin yağış yağmadı. Bağlayıcı lakin. Qapı açıq idi, ancaq içəridə heç kim yox idi. Görüldüyü ki, bu cümlələrdə bu bağlayıcılar vasitəsilə ikinci cümlə birinci ilə əlaqələnir. Burada bir şey bilmək lazımdır. Adətən belə cümlələr arasında verici qoyulur. İsa bağlayıcısı adətən birinci cümlədə müqayisə olunan üzvdən sonra işlənir. Burada müqayisə olunan müftədə ondan sonra müftədə işlənir. Tamamlı müqayisə olsa tamamlı. Bunu yoxlamağın ən sadə yolu, amma ancaq lakin bağlayıcıları ondan əvvələ keçirmək lazımdır. Çünki dilimizdə İsa bağlayıcı kimi işləndiyi kimi hissəci kimi də işlənir. Hissəci kimi işlənəndə adət o birinci cümlədə olur. Bağlayıcı kimi işlənəndə ikinci cümlədə. İkinci cümlədə olanda onu amma ancaq lakindən əvəz etmək lazımdır. Və əmin olmaq lazımdır ki, bu bağlayıcı. İkinci bağlayıcı. Bağlayıcı cümlələr də bu cür qurulur. Və ən sadə yoludur ki, belə cümlələrə yenə də bu bağlayıcıları qərb etməkdir. Məsələn, qapı hamı gedib quş gətirir, şaxulu bayquş gətirir. Hamı gedib quş gətirir, şaxulu isə bayquş gətirir. Amma şaxulu bayquş gətirir, əlavə eləmək olur. Adı var, özü yox. Burada xəbəri şəkilçi ixtisar olunur. Adı vardır, amma özü yoxdur, lakin özü yoxdur. Çox dedim, ancaq eşitmədi. Naxır örüşdən qayıtdı, mənim nəyim gəlmədi. Bu o qədər də çətin deyil. Burada çətin məqamlar nədir? Birincisi, bəzən uşaq cümlədə, amma ancaq lakin bağlayıcıları ikinci cümlədə görən kimi bunu qarşılaşdırma əlaqəsi hesab edir. Lakin bilmək lazımdır ki, əgər ikinci cümlədə amma ancaq lakin işlənir, birinci cümlədə hərçənd ki, düzdür, doğrudur, düzü, doğrusu kimi modal sözlər işlənibsə, ara sözlər işlənibsə, artıq bu qarşılaşdırma əlaqəli olmayacaq. Əslində bu cümlələrin mənasında heç bir fərq yoxdur. Mən çox yalvardım, ancaq o getdi. Hərçənd mən çox yalvardım, ancaq o getdi. Mənalar eynidir. Fərq ondadır ki, burada bu dediyim əlamətlər yoxdur. Ona görə diqqətli olun. Əgər tabiri mürəkkəb cümləyə qarşılaşdırma budaq cümləsinə xas olan hərçənd ki, düzdür, doğrudur, düzü, doğrusu kimi
modal sözlər, bağlayıcı və modal sözlər işlənirsə, artıq bu qarşılaşdırma əlaqəsi olmayacaq. Görünür ki, bunların yaxınlığı göz qabağındadır, bir-birinə keçid mərhələsindədir. İkinci cəhətləri, bəzən cümlə ilə qurulur ki, burada eynidir. Məsəl üçün, baxaq, anam rəssam, böyük qardaşım mühəndisdir. Anam çox işgüzardır, böyük qardaşım tənbəl. Hər ikisində ana ilə böyük qardaş müqayisə olunur. Lakin diqqət etsək, burada rəssamla mühəndis ziddiyyət təşkil etmir. Bu, zaman əlaqəsidir. Lakin anam çox işgüzardır, böyük qardaşım tənbəl isə burada işgüzar və tənbəl xəbərləri qarşılaşdırır. Bu isə qarşılaşdırma əlaqəsidir. Və yaxud, torpağımız bərəkətlidir, çaylarımız da suludur. Bəzən uşaq çaşır, torpağımız bərəkətlidir, çaylarımız isə suludur. Lakin çaylarımız suludur. Axı, bərəkətliliklə sululuq qarşılaşdırıla bilməz. Bu zamandır. Lakin desək ki, torpağımız bərəkətlidir, çaylarımızda su azdır. Burada artıq qarşılaşdırma mənası var. Ona görə də məhz bu məsələyə diqqət etmək lazımdır ki, bunları fərqləndirəsən. Çünki belə cümlələrdə zaman əlaqəsi ilə qarşılaşdırma əlaqəsini fərqləndirmək üçün cümlədəki fikirlərin qarşı-qarşıya qoyulmasına və ya müqayisə edilməsinə diqqət etmək gərəkdir. Bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlələr. Bu cümlələr uşaqlar üçün o qədər çətin deyil. Bu cümlələri, bu əlaqəni başqa bütün əlaqələrdən fərqləndirən bir mühüm cəhəti var. Bu əlaqə ilə qurulan cümlələrdə mütləq bağlayıcı, bölüşdürmə bağlayıcı işlədir. Dilimizdə bölüşdürmə bağlayıcıları çoxdur. Gah da, ya da, istərsə, yaxud da və ya yoxsa və s. Ancaq bunlardan ən çox işlənəni gah da, ya da. Hələ mən indiyə kimi və yaxud yaxudla bağlanan bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə ilə rastlaşmamışam. Yəni, demək olar ki, işlənmir. Bu bağlayıcıların cümlədə yaratdığı məna da fərqlidir. Daha doğrusu, hansı mənaları yaradır? Gah da bağlayıcısı işlənən cümlələrdə işin, hərəkətin növbəliliyi olur. Biri baş verir, sonra olur ki, eyni zamanda heç birisi baş verə bilməz. Məsələn, baxaq, gah narın yağış yağır, gah da gün çıxır. Növbəlik var, yağış yağanda gün çıxmır, gün çıxanda yağış yağmır. Bunlar ikisi də eyni zamanda heç vaxt ola bilmirlər. Gah otağa sükut çökür, gah da uşaqlar çalışmağa başlayırlar. Sakitlik olanda çalışmırlar, çalışma olanda otaqda sakitlik olur. Gah da bağlayırlar. Yarı-yarıdakı bağlayıcı. Bu bağlayıcı işlənəndə isə 2 və yaxud 3 hərəkətdən biri seçilir. Birinin mümkünlüyü mövcud olur. Və əgər bu cümlələr daha çox indiki zamanda işlənirsə, bu cümlələr daha çox gələcək zamanda işlənir. Xəbər. Ya yağış yağacaq, ya da qar. İkisindən biri olacaq. İkisi də ola bilməz. Əgər burada növbəlik varsa, burada isə ikisindən birinin olması mümkündür. Və yaxud hər şey ya mənim istədiyim kimi olmalıdır, ya da mən bir də buraya basmayacağım. Deməli, seçim var. İkisindən biri olmalıdır. İkisi də ola bilməz. Yoxsa bağlayıcı işlənir. Yoxsa bağlayıcı işlənəndə isə seçim
dinləyənin öz öhdəsinə buraxılır. Burada da seçim var. Lakin dinləyənin öz öhdəsinə buraxılır. Özün tək gedirsən, yoxsa sənə adam qoşur. Və belə cümlələr həmişə sual cümləsi olur. Özün tək gedirsən, yoxsa sənə adam qoşur. Seçim dinləyənin öhdəsinə buraxılır. Tək getsin, yoxsa ona adam qoşursun. İkiniz tapşırığı yerinə getirə bilərsiniz, yoxsa əlavə kömək göndərir. Yenə də seçim dinləyənin öz öhdəsinə buraxılır. Bu cümlələr ən çox bu üç bağlayıcı ilə bağlanır. Bu dərsliklərdə mən buna rast gəlmədim, mən bunu özüm əlavə eləmişəm. Tabisi mürəkkəb cümlələr haqqında bu qədər mövzunu yekunlaşdırdıq. Əgər izahlarım xoşunuza gəlirsə, bəyənin, iradlarınızı, fikirlərinizi bildirin və kanalıma abunə olun. Növbəti dərsdən tabiri mürəkkəb cümlələri başlayacağım. Hələlik bu qədər.